əməlin, ümumiyyətlə ibadətin, itaətin şərtləri və adabından biri təqvadır. Ümumiyyətlə biz Qur'an-ı Kərimdə bu məfhuma çox tez-tez rast gəlirik. Məxsusən hədislərdə, məxsusən Nəhcül Bəlağədə, Həzrət Əmir əleyhissalamın xutbələrində təqva sözünü çox tez-tez oxuyuruq. Möminlər bilirlər mənasını, onun nə demək olduğunu, amma mən bir neçə hədis və bir neçə arif insanların sözünə əsasən bu məfhumun və anlayışın təfsirini və tərifini demək istəyirəm. Hər bir əməldə, hər bir ibadətdə təqva olmasa, o əməl salih və layiqli əməl sayılmaz. Necə ki, Qur'an-ı Kərim insanların səadətini, insanların xoşbəxtçiliyini salih əməldə bilir. Salih əməlin neçə şərti var, biri də təqvadır. Yəni, əməl təqva üzərində qurulmasa, təqvadan qaynaqlanmasa, o əməl salih əməl sayılmaz. Çox əməl eləyənlər, ibadət eləyənlər var, amma o təqvadan qaynaqlanmalıdır, təqvaya köklənməlidir. Allah Teala Qur'an-ı Kərimdə hamıya, tək müsəlmanlara yox, müsəlmanlardan əvvəlki əhli kitaba, ümumiyyətlə insanlara təqvanı tövsiyə eləyir. Bir nəfər böyük ustadlardan, alimlərdən birindən nəsihət istədi. Olur da bir də görürsən ki, böyük bir insanın huzuruna düşürsən və 5 dəqiqə, 3 dəqiqə ondan bir söz istəyirsən ki, yadigarı qalsın özündə. Ustadlardan birindən tövsiyə və nəsihət istəyəndə həmin ağa və arif Nisa surəsinin 131-ci ayəsini oxuyur. Deyir, mən sənə Allahın hamıya tövsiyə etdiyi bir şeyi tövsiyə edirəm. Allah bu ayədə buyurur ki, وَلَقَدْ وَسَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ Allah sizdən əvvəlkilərə, hansı ki onlara kitab verilmişdi, onları və iyyakum sizi tövsiyə eləyir. Nəyə? Ənəttəqullah, Allaha təqvalı olmağa. Sən məndən tövsiyə istəyirsən, Allah hamıya bu tövsiyəni eləyib ki, Allaha təqvalı ol. Böyüklərin sözüdür. Deyərlər ki, İnnə xeyrəd-dünya vəl-axirə cümiət təhtə kəlimətin vaxidə. Bütün dünyanın, bütün axirətin xeyirləri cəmi bir kəlmənin altında cəmlənib. Dünyada nə qədər xeyir var, axirətdə nə qədər xeyir var, hamısı bir kəlmənin altında cəmlənib və hiyə ət-təqva. O da təqvadır. Yəni, təqvalı olsa insan, bütün dünya və axirətin xeyri onda cəmlənər. Dünya və axirətdə nə qədər xeyir var, arif insanlar deyirlər, o cəmlənib təqva kəlməsinin altında. Həzrəti Peyğəmbərdən bir maraqlı hədis var. Həzrəti Peyğəmbər buyurur ki, Xislətun mən ləziməhə ətaəthud dünya vəl-axirə. İnsanda bir dənə xüsusiyyət var. O xüsusiyyəti insan özündə bərk tutsa, möhkəm tutsa o xüsusiyyətdən, ətaəthud dünya vəl-axirə. Dünya və axirət gəlib onun itaətində durar. İnsanda çox xüsusiyyət var. Amma bir dənə xüsusiyyətin Həzrəti Peyğəmbər bizə gücündən danışır, əzəmətindən danışır, təsirindən danışır. İnsanda xüsusiyyətlər çoxdur. Amma bir dənə xüsusiyyət var, Peyğəmbər buyurur. Əgər insan o xüsusiyyətini əlindən boşlamasa, möhkəm onu tutsa, Allah onu bir dərəcəyə qaldırar ki, dünyada nə qədər varlıq var, hamısı gələr onun itaətində dayanar. Dünya azdır. Peyğəmbər buyurur, axirətdə nə qədər varlıq var, axirət gələr onun itaətində dayanar. Göydə nə qədər mələk var, gələr onun itaətində dayanar. Peyğəmbər buyurur, cənnətdən hurilər gələr onun itaətində dayanar. Əgər insan o bir dənə xüsusiyyəti özündə möhkəm tutsa, onu buraxmasa və qilə, ya Rəsuləllah və mahiyyə, o xüsusiyyət hansı xüsusiyyətdir? Qal ət-təqva. Peyğəmbər buyurdu ki, təqva. Təqvanın gücü bu dərəcədədir. İnsan düzdə həyatda istəyir ki, ağa olsun,
hər kəs, hər kimsə onun xidmətində dayansın. Amma bəzən yolun səhv tapır. Yolunu rəyasətdə, var-dövlətdə, dünya malı ilə zənginləşməkdə tapır. Elə bilir ki, bu dərəcəyə çatsa, maddi cəhətdən zəngin olsa, hamı onun itaətində. Bu deməlidir, cəmaət qulaq asmalıdır. Hər kəs ona itaət eləməlidir. İslam bizə deyir, Allah bizə deyir, ey insan, ey mənim bəndəm, yolu budur. Ağa olmağın yolu budur. Ağa olmağın yolu budur ki, insan Allaha itaət eləyə. Allah buyurur ki, bəndəm, sən gəl mənə itaət elə. Mən aləmdə nə var sənə itaət elətdirim? Hədislərdə var, hər kəs Allahdan qorxsa, Allah hər şeyi ondan qorxudar. Hər kəs Allaha itaət eləsə, aləmdə nə var? Hamısı gələr onun itaətində durar. İmam-ı Sadiq əleyhissalam buyurur ki, Əl-ubudiyyə kunhuhər-rububiyyə. Ağa olmağa yol bilirsiniz nəydən keçir? Qul olmaqdan keçir. Ağa olmağın yolu qul olmaqdan keçir. Hər kəs qul olsa, Allah onu ağa eləyər. Amma çox ağalar olub həyatda, Allah axırda gətirib onu quldan da beşbətər eləyib. Amma çox qullar olub həyatda, Allah onun adını gətirir, salır Qur'ana. Gətirir, salır insanların mübarək qəlbinə, daim əsrlər boyu onların qəlbində həmin o bir dənə qulun məhəbbətin yaşadır. Allah buyurur ki, yolu ağa olmağın yolu, qul olmaqdadır. Sən mənə qul ol, mən hər şeyi sənin qulluğunda qərar verim. İnsan istəyir, hər kəs onun qulluğunda dayansın. Hər şey onun qulluğunda dayansın. Amma Allah buyurur, yolu bilirsiniz nədir? Yolu budur ki, sən mənə qul ol. Çayları, dağları, daşları, hamısını sənin xidmətində qərar verərəm. Dərya dalğalanıb, coşub insanları qərq eləmək istəyəndə bir insan olar, onda elə kəramət olar ki, əsasını gətirər, söykəyər. Allah rəhmət eləsin, Səlyanda bir dənə Seyid var idi, Kürd daşmağa gələndə əsasını gətirirdi, söykəyirdi. Deyir, ey Allahın çayı, yat aşağı. Kürd deyir, yatırdı aşağı. İndi da müasir dövrdə texnika qalmır, tökürlər ora, görürsən xeyri yoxdur. Allah buyurur, sən mənim itaətimdə dayan, hər şeyi sənin itaətində qərar verin. Sən mənə qul ol, hər şeyi sənə qul eləyim. Həzrəti Peyğəmbər onu buyurur. Buyurur, insanda bir dənə xüsusiyyət var ki, o təqva, təqvanın gücü bu dərəcədədir. Elə bir aləmdə nə qədər yaxşılıqlar var, salıblar bir dənə otağa. Bütün xəzinələr həmin otaqdadır. Ağalığın kürsüsü həmin otaqdadır. O kürsüdə otursun, bütün vilayətin, bütün ölkənin möhürü, qələmi sənin əlində olacaq. Bir dənə imzanla, bir dənə kəlmə ilə böyük-böyük işlər görə bilərsən. Və bütün nə qədər xəzinələr var, Allah yığıb həmin otağa. Amma otağın ağzı, qapısı bağlıdır. Ağa Əmirəl-Möminin buyurur ki, həmin qapının açarı bilirsiniz nədir? Təqva. Buyurur, kəlimətul kəramətu miftahul kəramə ət-təqva. Təqva həmin o kəramətin açarıdır. Yəni hər kəs kəramət əhli olmaq istəyirsə, əziz və böyük insan olmaq istəyirsə, onun açarı təqvadadır. Əgər insan təqvalı olsa, elə bir həmin o xəzinələrlə dolu olan bağlı qapının açarını alıb əlinə və həmin otağa daxil olsa, bütün ağalığın kürsüsü otaqdadır. Otursa, Allah hər şeyi onun xidmətində və səltənətinin altında gətirər, qərar verər. Və Həzrəti Əli əleyhissalam buyurur ki, insani dəyərlər ki var, əxlaqi dəyərlər. Onların hər birinin özünə məxsus bir dənə vəzifəsi var. Fədakarlığın, şücaətin, imanın, yetimə əl tutmağın, kasıba əl tutmağın, təam verməyin, su verməyin, qocuya hörmət eləməyin, uşağa rəhm etməyin, isti münasibət bəsləməyin, hamısının vəzifəsi var. Elə bil ki, bənzədirik bu əxlaqi dəyərləri böyük bir müəssisəyə, idarəyə. Necə böyük bir idarənin deyək ki, bir 100-200 nəfər işçisi var. Hər işçinin də özünə məxsus vəzifəsi var. Sən bu işi görməlisən, sən bu işi görməlisən. Əli əleyhissalam buyurur ki, əxlaqi vəzifələrin hər birinin vəzifəsi var. Hər bir əxlaqi dəyər insan üçün bir iş görür. Böyük idarənin, müəssisənin əlbəttə ki, rəhbəri və rəisi olar. Əli əleyhissalam buyurur ki, əxlaqi dəyərlərin rəisi bilirsiniz nədir? Təqva. Ət-təqva rəisul əxlaq. Təqva bütün əxlaqi dəyərlərin hamısının rəisidir. Rəyasət onun əlindədir. Təqva olmasa heç bir əxlaqi dəyər öz vəzifəsini yaxşı icra eləyə bilməz. İcra eləsə də görürsən ki, o natamam qalar. Sona yetməz, fayda verməz.
Bunların hamısının başında, rəyasətində dayanır təqva. O da Allah-u Müteal buyurur: "Və men yettaqillah yec'al lehu məxraca." Hər kəs təqvalı olsa, Allah onun üçün çıxış yolu qoyar. Şeyx Müqəddəs Ərdəbili böyük alimlərdən olub. Şeyx Əhməd Müqəddəs Ərdəbili adını dəfələrlə biz moizələrimizdə işlətmişik bu nurani insanın mübarək adını ki, əslində İranın Ərdəbil şəhərindəndir. Alimlər buna Şeyx Mühəqqiq Ərdəbili deyirlər, amma adi insanlar buna müqəddəs olduğuna görə Müqəddəs Ərdəbili deyirlər. Şeyx Müqəddəs Ərdəbili elə insandır ki, əhvalatında yazırlar, Həzrəti Əlinin zirehinin kənarında otururdu, Həzrəti Əli ilə məktublaşırdı. Belə bir dərəcəli insan idi. Bir sual onu maraqlandıranda, elmi cavabını tapmayanda yazırdı bir vərəqə, atırdı zirehə, dururdu bir 2 rəkat namaz qılırdı, ağaya təbəssül eləyirdi, götürürdü o kağızı, açırdı, görürdü həmin məsələnin cavabını ağa yazıb o kağızda. Belə bir insan idi. İmam Zaman ağana şəxsən diz-dizə oturub söhbət eləyən bir insan idi. İndi onun əhvalatlarından bəzisini bilirsiniz, bəzilərində biz indi danışsaq vaxt tutular. Belə bir insan Şeyx Müqəddəs Ərdəbili yazırlar əhvalatında ki, bir gün çıxır evdən, yoldaşına deyir ki, xanım, mən gedirəm Kufə məscidində etikaf saxlamağa. Etikafın da müddəti 3 gündür. Gecə-gündüz qalırsan məsciddə. Xanım şeyxə deyir ki, şeyx, axı sən gedirsən etikaf saxlamağa, bizim evdə heç nəyimiz yoxdur, uşaqlar bəs nə yeyəcəklər? Şeyx görür ki, bunun əlində, cibində də bir şey yoxdur nəsə almağa, amma etikafda saxlamaq istəyir. Deyir, ümid eləyir, təvəkkül eləyir, Allaha çıxır evdən. Gəlir məscidə, başlayır etikafını saxlamağa. Səhərsi gün olur, xanım görür ki, qapı döyüldü. Gəlir, açır, görür bir nəfər dayanıb. Əlində çantalar. Deyir, xanım, al bu çantaları, şeyx məsciddə etikaf saxlayır. Özü gələ bilmədi, bunun içərisi dolu da ərzaqla. Al bunu səni üçün göndərdi. Deyir, xanım alır, gətirir. 3 gündən sonra şeyx etikafı qutarıb Kufə məscidindən evə qayıdır, görür ki, hər şey var evdə. Xanım təşəkkürün bildirir. Deyir, şeyx, sağ ol, hindiyə qədər belə bazarlıq eləməmişdin evə. Şeyx başını salır aşağı. Deyir, o bazarlığı mən eləməmişəm. Mən 3 gündür məsciddən çölə çıxmıram. Əgər insan təqvada bir dərəcəyə çatdı, Allah hər şeyi onun xidmətində qərar verir. O da Peyğəmbər buyurur: "Ey insan, o bir dənə özündə olan təqva xüsusiyyətindən möhkəm yapış. O səni qaldırar zirvələrə, hər şey sənin itaətində qərar verər və sən ağa olarsan."